Əziz və hörmətli Sport Info TV izləyiciləri, xoş gördük hər birinizi. Bugün əynimdəki rənglərə uyğun olaraq Neftçidən danışacağım. Mövzu Neftçidir. Qəbələ üzərindəki qələbədən sonra sosial şəbəkələrdə, Neftçinin daha doğrusu səhifələrində, sosial şəbəkə səhifələrində azarkeşlərin etirazını gördüm komandanın oyununa, yanaşmasına. Açıq bir anlıq təəccübləndim. Yəni bu azarkeşlər nə istəyir? Neftçi hər oyunudur, yenə azarkeşlər narazıdır deyə düşündüm və bir anlıq yaxın keçmişə boylandım. Nəticələrə və proseslərin gedişatına baxdım. Fanatların, azarkeşlərin həqiqətən də haqlı olduqlarını anladım. Özüm üçün müəyyən təhlillər etdim. Yəni edəndən sonra daha doğrusu baxdım ki, adamlar həqiqətən futbolu bilirlər. Neftçi 5 oyun oynayıb Yuri Vernidubun rəhbərliyi altında. 3 qələbə qazanıb, 2 çeçə edib, 15 mümkün xaldan 11-ni qazanıb. Bugünkü Neftçi üçün əla nəticədir, mükəmməl göstəricidir. Amma oyunlara, rəqiblərə və oyunların gedişatına baxsaq, durum həqiqətən də acınacaqlıdır. Neftçi kimi hansı komandaları udub? Karvan Yevlaxı və Karvan Yevlaxı, Qəbələni və Araz Naxçıvanı. Karvan Yevlaxla Qəbələnin niyyəti, məqsədi, hədəfi Premyer Liqada qalmaqdır. Neftçi də hər ikisinin qapısından belə deyək yəni bir top fərqi ilə üstün olub hər iki halda. Araz Naxçıvanı faktiki mərkəz müdafiəçisi olmadan meydana çıxan Araz Naxçıvanı darmadağın edib. Həmin gün meydanda nə Bəxtiyar Həsənzadə var idi, nə Yusuf Barov var idi. Məcburiyyətdən cinah müdafiəçisi Ürfan Abbasovla dayağı yarı müdafiəçisi Vanderson Mel oynayırdı ki, Neftçi standart yəni bu itkilərdən istifadə edib standart vəziyyətdən 2 gol vurdu. İkinci hissədə irəli atıran rəqibini 2 dəfə əks hücumda tutub əlavə 2 gol vurdu. Yəni futbolçuların, məşqçilərin əziyyətini qətiyyən yerə vurmaq istəmirəm. Sadəcə olanları, yəni qazanılan qələbələrə kiçik səyahət etməkdir niyyətim. Qəbələ oyununa baxsaq, Qəbələ ilə son oyuna baxsaq, Neftçi 30 dəqiqə futbol oynadı. Olsun bir hissə futbol oynadı. İkinci hissə bir mənalı rəqibin xeyrinə yazılmalıdır. 2 dəfə 100% gol imkanını boşa verməsəydi Qəbələ, meydanı əminəm ki, bir xalla tərk edəcəkdi. Yəni, Neftçinin inkişafından, yüksəlişindən, qaydışından danışırıqsa, orada Kənan Piriç vaxtı uzatmamalıdır, vaxtı işləməməlidir. Yəni, rəqib Qəbələdirsə, elitada qalmaq ondan mübarizə aparan Qəbələdirsə, Kənan Piriç 1-0-dan sonra vaxtı uzatmamalıdır. Çempionluğa oynayan, Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandadan danışırıqsa, həmin komanda 30 dəqiqə futbol oynayıb, qalan 60 dəqiqəni tamaşa etməməlidir. Əzəmətli, qaydışına böyük ümidlər bəslənən Neftçidən danışırıqsa, ələ düşən 2-3 gol fürsəti sağa sola xərclənilməməlidir. Yəni bu problemlər mövsümün əvvəlində də var idi, bugün də müşahidə etməkdəyik. Zirə ilə oyunda Zirə Palimp Sports Arenaya açıq-aşkar heç-heçə üçün gəlmişdi və həmin o lazım olan bir xalını götürdü, getdi. Sumqayıtla oyunda komanda 2-0 hesabdan öndə idi, üstünlüyü rəqibə verdi, daha doğrusu rəqib əvəz etmələr hesabını üstünlüyü ələ aldı və maç 2-2 yekunlaşdı. Yenə də Sumqayıt lazım olan bir xalını apardı. Yəni Zirə ilə Sumqayıt oyunlarında, həmin heç-heçələrdə rəqiblər istəyinə çatıb. Neftçi yox. Neftçinin alqışlanası həmin o 3 qələbəsidir, o da dediyim kimi. İkisi outsider deyək, elitada qalmaq uğrunda mübarizə aparan komandalar üzərində qazanılıb. Biri də az öncə dediyim kimi müdafiə xətti bərbad gündə olan, ümumiyyətlə klubun özündə bir xaos yaşandığı bir klub komanda üzərində qazanılıb. Neftçinin əsl gücünü görmək üçün, Neftçinin qayıtmadığına əmin olmaq üçün biz Qarabağ, Sabah, Zirə, Turan Tovuz və Sumqayıtla oyunları gözləməliyik. Bax, ondan sonra biz deyə biləcəyik ki, Neftçi qayıdıb, yoxsa yox. Amma bu gedişlə, yəni indiki
son oyunlarda gördüyümüz vəziyyət gələcək adına heç də xoş ümid vermir. Yəni işıqlı gələcək kimi görünmür həqiqətən. Yəni Qəbələ ilə oyunda 30 dəqiqə futbol oynayıb 60 dəqiqə rəqibi tamaşa edən, ələ düşən bir-iki imkanı sağa sola xərcləyən komandanın yəni Avrokuboklar uğrunda sona qədər mübarizə aparacağını iddia etmək çətindir. Amma istənilən halda hər birimizin arzusu Neftçinin qayıtmasıdır. Azərbaycan futbolu deyəndə ağla gələn ilk klubdur Neftçi. Təbii ki, son illər Qarabağda qoşulub mübarizəyə. İnanaq, ümid edək, arzulayaq ən qısa zamanda Neftçi Yuri Vernidubun rəhbərliyi altında qələbələri sıralayacaq. Qarabağı, Sabahı, Zirəni, Tovuzu da məğlub edərək mən də varam deyib mübarizəyə girişəcək. Ondan sonra növbəti videoda görüşərik və danışarıq. Hələlik.